Hörmətli cənab baş nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, bizi ziyarət edirsiniz. Bizim elə indicə cənab baş nazirlə çox yaxşı söhbətimiz oldu və biz tərəfdaşlığımızın bir çox vacib sahələrini əhatə etdik. Mən cənab baş nazirə bu yaxınlarda Efiopiyaya səfər etmiş qızım Leylaya göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı ifadə etdim. Bu səfər ona böyük təəssürat bağışladı. Yeri gəlmişkən, o ilk dəfədir ki, nümayəndə heyətlərinin görüşündə iştirak edir və bu, onun sizin ölkəyə, sizin xalqınıza olan çox xüsusi münasibəti ilə bağlıdır. Mən sizi bütün nailiyyətləriniz münasibəti ilə təbrik etmək istəyirəm. Sizin rəhbərliyiniz altında Efiopiya uğurla inkişaf edir və beynəlxalq birliyin vacib üzvüdür və iqtisadiyyatınız da artır. Əlbəttə ki, biz iki tərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahəsində gücləndirilməsində çox maraqlıyıq. Bir sözlə əminəm ki, bu səfər bizim gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Cənab Prezident, əziz qardaşım, gözəl ölkənizdə olmaqdan məmnunam və şərəf hissi duyuram. Bakı gözlədiyimdən qat-qat təmiz və gözəl şəhərdir. Bu isə ölkə rəhbərliyinin buna sadiqliyini və yanaşmasını göstərir. Bu mənə çox sevindirir. Həmçinin sizi təbrik etmək istərdim ki, dostlarınızın hamısı sizdən fərəhlənir və sizdən bir çox şeyləri öyrənir. Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ sadəcə başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, praktiki və aydın nəticələrə yönəlmiş olmasını istəyirik. İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında həmçinin çox uzlaşma da mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə hər iki ölkə üçün fərq yaradacaq. Leylaya gəldikdə, mən dostlarla ünsiyyət qura bilən və möhkəm bünövrə əsasında münasibətlər qurmağı bacaran belə təcrübəli qızınızın olduğu üçün sizi təbrik etmək istəyirəm. Növbəti səfər zamanı əminəm ki, o ölkəmizin çox yerlərini görəcək və mən isə Azərbaycanla daha yaxından tanış olmaq və münasibətlərimizi gücləndirmək üçün öz heyətimi, ailəmi göndərəcəm. Müzakirə edəcəyimiz çox sahələr var. Sizinlə çox məhsuldar və səmimi müzakirəmiz oldu. Bu məsələlərin bəzilərini burada müzakirəsini davam etdirə bilərik. Ümumiyyətlə, mən gözəl ölkənizə səfər etməkdən çox şadam. Artıq çox böyük marağım yaranıb. Mən daha çox bilmək, öyrənmək və bir çox sahələrdə sizinlə işləməyi səmimiyyətlə arzulayıram. Çox sağ olun, cənab prezident. Sağ olun.